Salamlar, hər vaxtınız xeyir. Mən Günel Qacar, ingilis dili müəlliminiz. Deməli, ümidvaram ki, hamı yaxşıdır və 2025-in may ayının 11-də keçirilən imtahanımızın ingilis dili hissəsinə bir yerdə baxacağıq. Elə rəylərdə də qeyd edək, görək necə yazdınız, nətər idi? Sizcə imtahan asan idi, yoxsa çətin idi? Əgər məndən soruşsanız, mən deyərəm ki, ümumi şəkildə imtahanda belə standart 3 ildə gedən standartlıq var. Yəni, nə çətin, nə də asan düşmür. Hər dəfə necədirsə, bu dəfə də eyni gözlədiyimiz kimi oldu. Elə isə mən başlayıram sınağın izahına və burada baxın dostlar, listeningin suallarına baxın. Amma listeningin özünə qulaq asmayacaq. Onun yerinə, çünki listeningin sual, yəni orada nə getdiyini tam bilmirik və onun yerinə mən sizə həmin listeningdə verilən yazılı forma haqqında danışacağam. Elə isə baxın, yazılı formaya baxırıq. Deyirik ki, Emma və John arasında olan bir dialoqdur. Emma deyir ki, John, have you ever read any Agatha Christie books? Deyir ki, heç kitab oxumusan Agatha Christie'nin. John da deyir ki, mən biraz oxumuşam. Məsələn, Murder on the Orient Express is my favorite. Mənim ən sevdiyimdir. Şərq Ekspresindəki qətl, bunu mən də oxumuşam. Çox qəşəngdir. I love how unpredictable. Unpredictable sözündən ehtiyatlı olaq. Yəni gözlənilməz. The ending are. Deyir ki, mən belə gözlənilməz sonluqları çox sevirəm. Agatha really knew how to surprise us with this. Agatha bilir ki, həqiqətən də oxucuları necə təəccübləndirmək olar. Emma deyir ki, I agree. Her writing is so clever. Onun yazısı çox qəşəngdir, çox ağıllıdır. Did you know that she had an interesting personal life too? Onu bilirsən, onun həmçində həyatı çox maraqlı olub. She actually went missing for a while in 1926. Deyir ki, really doğrudan, deyir, yəni o yox olub da 1926-da bir müddət, deyir, doğrudan, necə də qəribədir, o niyə yox olub? Emma deyir ki, it was difficult time for her, çox pis bir vaxt idi onun üçün, onun evliliyi bitmişdi. And she was very upset, çox pis idi. She left home, evini tərk edir, heç kimə heç nə demədən, and was found after 11 days in a hotel, və tapılır 11 gün sonra oteldə. Suffering from memory loss, yəni yaddaş itirməkdən əziyyət çəkərkən. It was all very mysterious. Çox deyir, gizlidir, sirlidir bu. Wow, that's odd. Odd qeyri-adi, yəni sıradan olmayan deməkdir. But her books are, amma deyir, onun kitabları da çox şeylə doludur, gizliliklə doludur. Come up with such interesting plots. Və deyir, o necə belə maraqlı məzmunla ortaya çıxarda bilib. Emma deyir ki, Agatha had a lot of knowledge in science and history. Tarix və elmdə çoxlu bilikləri var. She worked as a pharmacist during Birinci Dünya müharibəsində aptekçi işləyib. Və o had a broad knowledge of the poisons və zəhərlər haqqında çox dərin bilgiləri var. Sonra o bir arxeologistlə evlənir və bir çox ölkələri səyahət edir, hansı ki onlara bu hekayələri yaratmaqda çox böyük bir ideyalar verir. Məsələn, Murder in the Mesopotamiyada olan hekayəsi kimi. Deyir, well, that's amazing. Mən həqiqətən bilmirdim ki, mən onun backgroundunu, yəni bu keçmişini bilmirdim. It makes sense now why her books feel so realistic and detailed. İndi deyir, aydın oldu ki, onun kitabı necə belə realistik və detallıdır. Exactly, her life and knowledge really helped make her stories unforgettable. Onun həyat və bilikləri onun hekayələrini unudulmaz edir. Many of her novels also deal with themes of betrayal. Betrayal, xəyanət, intiqam və ədalətlilikdən olan temalardan bəhs eləyir və onun xarakterlərində çoxlu dilemmalarla yəni iki seçim arasında qalırlar, suallar, questioning right and wrong, yəni doğru və səhv cavablar haqqında danışılır. Plus her main detective character Hercule Poirot and Miss Marple often reveal how appearance can be misleading. Həmçinin onun xarakterləri var. Bu Poirot və Miss Marple, o da
sualların bu şeylər appearance haqqında ortaya çıxardır, görünüş haqqında ortaya çıxardır. İndi isə mən keçirəm suallarıma. Suallarımın birinci sualımda baxıram. What does John think about Agatha Christie? Agatha Christie haqqında nə düşünür deyir ki, John Agatha Christie hekayələri haqqında. O horrifying qorxulu, o tragic plotları xoşlayır. O fikirləşir ki, o çox qıcıqlandırıcıdır. Unexpected, gözlənilməz. Unpredictable da listening də deyir. Yəni ona görə cavab deyir ki, o sonluqları gözlənilməz hesab edir. Sonra gəldim 2-yə. Agatha Christie left home 1926-da evi tərk eləyir. Çünki niyə evi tərk eləyir? Dedik axı onun evliliyində problemlər var idi. Ona görə də o 1926-da evi tərk eləyir. Sonra gəldim deyirik düzgün variantı seçək. Deyir ki, Agatha Christie worked as an archaeologist. Archaeologist kimi işləmir, pharmacist kimi işləyir. O arxeoloqla evlənir. Ona görə variantını çıxartdım. Unlike her stories, Agatha Christie had quite a monoton həyatı yoxdur ki, elə həyatı da özü hekayələr kimi çox belə qəribə idi. None of Agatha Christie stories are based on her life experience. Deyir, heç bir hekayəsi həyat təcrübəsinə əsaslanmır. Amma əsaslanır da, hətta burada dedik ki, filan hekayəsi, məsələn, Murder in the Mesopotamiyanı, o storylərini öz həyatından danışır. Yəni, həyat bir növ təcrübəsindən danışır. C-ni çıxartdım. Murder in Mesopotamia is John's favorite story. Yox, John's favorite story'si şeydir, Şərq Ekspresindəki qətldir. Ona görə D variantını çıxartdım. Y variantı, Agatha Christie traveling experience was a source of inspiration of her life. For her. Deyir ki, onun üçün çox ilham mənbəyi olub. Üstünə xətt çəkdim. Səyahət təcrübəsi. Deməli, Y variantı da belə düzgündür. It's clear from dialogue that, aydındır ki, diyalogdan. Nə aydın? Agatha Christie will reveal that the appearance showed the person true self. Agatha Christie'nin hekayələri yox. Biz burada sadəcə axırda dedik ki, bu qəşəng sual idi bu arada. Yəni onun xarakterləri, appearance-ları ortaya çıxardır. Xarakterlər, yəni özü yox. Ona görə A-nı ehtiyatlı olaraq çıxardaq. Sonra B-yə baxıram. That characters in Agatha Christie's novels seldom face moral confusion. Bu xarakterlər dialoqlardır. Agatha Christie'nin hekayələrindəki bəzi çox nadirən moral confusionla üzləşir, amma biz burada tapacağıq. Deyəcək ki, baxın, many of her novels. Baxın bu cümlə, many of her novels. Çoxlu hekayələr, amma burada seldom deyir. Ona görə B variantını çıxartdım. Agatha Christie's background significantly shaped the quality of her stories. Onun həyat hekayəsi, yəni keçmişi əhəmiyyətli şəkildə formalaşdırır onun hekayələrini. Bu variant da düzgündür. Getdim 5-ə. Which of the following question does the dialogue answer? Hansı sualın cavabını cavab verir? C variantına baxaq. Düzgün olan çünki budur. What condition was Agatha Christie found in after she went missing? Deyir ki, o qeyb olandan sonra Agatha Christie-də nə kimi bir hal baş verir? Dedik axı, o şeylə üzləşir də. Nədir bunun adı? Hafıza itirməsi ilə, yaddaş itirməsi ilə üzləşir. Ona görə C variantının cavabı var. Kim onu inspire, ruhlandırıb? Elə biri yoxdur. Writer olmaq üçün, yəni elə bir məlumat danışmırıq. Hansı awardlardan, mükafatlardan danışmadıq. Hansı hekayədə Agatha Christie özünün poisonlarından danışır. Poisonlar sadəcə aptekçi olduğu üçün məlumatı olduğunu bildik. What was the theme of Agatha? Birinci hekayəsinin mövzusu nədir? Bu haqqda da danışmırıq. Listening ümidvaram ki, aydın oldu sizə. İndi keçirəm mən reading-ə. Dostlar, reading-i baxın, belə bir dənə baxın, onsuz da özünüz oxumusunuz. Oxumayanlar da, sonradan baxanlar da bir dənə baxsın, mən birbaşa çünki tərcümə verəcəm. Özünüz bir dənə ekranı dayandırın. Bu ikinci abzası çevirirəm. Ekranı dayandırın, bir dənə oxuyun. Məlumatınız olsun ki, söhbət nədən gedir. Bu cür şəkildə. Və mən başlayıram nəyə? Tərcüməyə. Deməli, tərcüməsinə başlayıram mətnimizin. Deyir ki, popcorn çox gözəl qoxusu var. Onun qoxusu danılmazdır. Onun yağlı, duzlu və yağlı duzlu olması dünyanın hər yerində kino sevərlərin sevimlisidir. But why is a popcorn? Bəs niyə popcorn film izləmək üçün bu qədər məşhurdur for watching movies? Cavab odur ki,
tarix, rahatlıq və biraz da şanslı zamana bağlıdır bu. A bit good time, yəni yaxşı vaxt keçirmək üçün uyğun olan bir vaxtda dayanıb bunun məşhur olması. Keçirəm ikinci abzasma. Birinci məlumat verdiyi popcorn nədir? Sonra deyir ki, popcorn təsadüfi bir qəlyanaltı deyil. Bu qızardıldıqda partlayan xüsusi bir qarğıdalı növündəndir. Heat qızması deməkdir və biz də dedik ki, qızardıldıqda partlayan xüsusi bir qarğıdalı növündən hazırlanır. Əvvəlcə mərkəzi Amerikada becərilən bu popcorn 1800-cü illərdə ABŞ-da məşhurlaşdı. Sonra 1885-ci ildə buxarla işləyən popcorn hazırlayan bir cihaz ixtirasından sonra steam powered, baxın budur. Və bunun ixtirasından sonra popcornun deyir ki, oldu, məşhurluğu artdı, populyarlığı artdı. Bu ixtira sayəsində satıcılar popcornu küçələrdə və yarmarkalarda, fair sözünü unutmayaq, yarmarka deməkdir ikinci mənası, yarmarkalar və nəhayət kino zallarında satmağa başladılar. Sonra keçirəm üçüncü abzasımıza. Yenə deyirəm, ilk öncə özünüz oxuyun, sonra mənim tərcüməmə baxın. Sonra deyək ki, popcornun kino qəlyanaltı kimi populyarlığı 20-ci əsrin əvvəllərindən başladı. Və popcorn Amerikada tarixi adlı mənbəyə görə bu dövrdə popcorn hazırlamaq ucuz və satmaq asan idi burada. Və during the time popcorn was cheap, bax bunu dedik. Yenə deyirik ki, bahalı avadanlıqlar və çətin hazırlıq tələb etmirdi. Require sözünü yadımızda saxlayaq, tələb etmək mənasında. Deməli, yəni bunlar didn't require. Didn't require tələb etmirdi. Satıcılar böyük miqdarda popcornu tez və ucuz hazırlaya bilirdi və müştərilər də onu ucuz qiymətə ala bilirdi. Böyük depressiya dövründə Great Depression. Böyük depressiya dövründə insanların pulları az idi. Amma filmlərdən və qəlyanaltılardan zövq almağa davam etmək istəyirdilər. Bu səbəbdən yəni bu qəlyanaltı çox möhtəşəm bu popcorn çox möhtəşəm bir qəlyanaltı idi. Sonra keçirəm dördüncüyə. Interestingly, maraqlı odur ki, kino sahibləri əvvəlcə popcornu popcornu əvvəlcə deməkdir bu. Binanın içərisində satmağa qarşı çıxdılar. Resist, qarşı çıxmaq. Qarşı çıxdılar. Çünki bu onların salonların zərif görüntüsünü poza bilərdi. Ruin pozmaqdır. Sonra deyir ki, popcorn satıcıları, popcorn vendors, satıcı deməkdir. Standing outside movie theater. Artıq indi bax bu popcorn kimləri olar orada? Kino zalının çöldədir. Vendor sözünü bilmirsinizsə, müəyyən qədər sizə kömək eləməlidir ki, bu popcornu artıq kim orada kinonun arxasında, yəni kino zallarının yanında durar. Bu satıcı deməkdir. Popcorn satıcıları kino zallarının önündə müstəqil fəaliyyət göstərirdilər və az miqdarda haqq ödəyirdilər. Yəni çox az pul ödəyirdilər. Amma popcornun populyarlığı artdıqca, olduqca teatr sahibləri bununla böyük qazanc əldə edə biləcəklərini anlayaraq özləri satmağa başladılar. Və 1940-cı illərə qədər popcorn və digər qəlyanaltılar kino təcrübəsinin əsas hissəsinə çevrildi. Sonra keçirəm 5-ciyə. İndi burada cümlə qoyacaq bu arada. It's affordable price. Affordable öhdəsindən gəlinə bilən deməkdir. Yəni pulu mənim çatırsa buna, bu it's affordable olur. Deyir, onun ucuz olması, dadlılığı və teatrla əlaqəsi popcorn kino təcrübəsinin ayrılmaz bir hissəsinə çevrilmişdi. Ucuz olması affordable price. İndi keçirəm suallarımı oxumağa. Görək burada nələri necə yazmışıq. In early 20th century, popcorn was luxury that only rich could afford. Ancaq deyir, varlılar eləyə bilirdi. Bu əlbəttə ki, səhvdir. Varlılar edə bilmirdi axı, ucuz idi və hər kəs ala bilirdi. During Great Depression, popcorn prices were considerably high. Çox yuxarı idi. Əksinə popcorn ucuz və əlçatan idi. Ona görə bu false-dur. Necə asandılar? Bax, bunu necə səhv eləmişsiniz siz? İzah elədikcə əsəbləşirəm. Although popcorn has an unpleasant smell, it is people's favorite snack. Deyir ki, bunlara pis qoxusuna baxmayaraq, o ən sevimli bir snack idi, qoxusu. Bu da səhvdir, çünki onun pis qoxusu yox, lovely smell dedik, yaxşı qoxusu var idi.
It didn't take sellers long to make popcorn in great quantities in the early 20th century. Deyir ki, 20-ci əsrin əvvəlində satıcıların popcornu çox miqdarda hazırlanması uzun çəkmirdi. Bu düzgündür. Çünki uzun değildi. Çox artıq satıcılar böyük miqdarda popcornu tez və ucuza hazırlaya bilirdilər. 5-ci paragraf deyir nədən başlayır? Baxın, 5-ci paragrafda popcorn kino ilə bağlı ənənəyə çevrildiyi qeyd olunurdu. Düz demirəm? Bax, burada deyirdik ki, artıq kinonun bir hissəsinə çevrildi, çox qəşəng idi, teatrla əlaqəli idi, qiyməti ucuz idi. Ona görə burada D variantı olur ki, today, bugün, popcorn is more than the snack, it's a tradition. Yəni bu şeydən artıq snackdən əlavə idi, artıq bu tradition idi. Və arxasınca da danışıram ki, çünki bu şeyə çevrildi də, artıq ucuz idi və teatrlarla əlaqəli idi. Sonra Avayda deyir ki, qiyməti of popcorn has boosted its price as well. Deyir ki, qiymətini də artırdı. Qiymətinin artmağından danışmırıq. Apart from being a movie experience, popcorn had high nutrition. Deyir ki, şeydən kənar olaraq, yemək deyirəm movie, kino təcrübəsindən əlavə olaraq popcorn həmçində qidalandırıcı bir dəyər idi. Bu mövzu mənim 5-ci paragrafım daha çox şeylə əlaqəlidir, teatrlarla, kino zallarla əlaqəlidir. Sonra dedi ki, snacks are recognized to be inseparable parts of the pastime. Keçmişin ayrılmaz bir hissəsi idi. Bu nə danışır? Snacklərdən sonra snackə əlaqələndirdik. Burada kinoya bağlamalıyıq bu mövzunu. Early cinemas and theaters were designed to resemble opera houses. Erkən vaxtlardakı deyir, bu sinemalar və teatrlar opera evlərini xatırladıran kimi dizayn olmuşdur. Bu əlaqəsi yoxdur. Nə əlaqə var bizim popcornla? Sonra keçirəm 8-ci suala. 8-ci sualda deyir ki, movie theaters decided to sell popcorn themselves. Burada deyir ki, bu mətndəki məlumata əsasən kinoteatrla popcornu özləri satmağa qərar verdilər. Nəyə görə? When they realized that it could bring a great amount of money. Mətndə deyildi ki, kinoteatr sahibləri böyük qazanc əldə edə biləcəklərini anladılar. Onlar artıq çöldəkiləri, bax bu 4-cü abzasdaydı da, deyir ki, çöldəki olan satıcıları artıq içəri şeylədilər. Bu hissəmizdir. Ona görə də cavabımızı götürürük B variantı. 9-a gəlirəm. Vendor deyir, nə deməkdir? Bu vendor. Vendor sözü 4-cü abzasda qeyd olunub. Satıcı deməkdir. Mətndə, məsələn, burada biz variantımız B-dir. Who sells something usually in the streets. Küçədə satma. Çünki burada bax qeyd eləyir. Deyir ki, küçədəki insanları artıq sonradan da evə gətirdilər. O küçədə olan satıcılar başladılar popcornu çöldə satmağa. Person who pays for something in a store. Nəsə də ödəyir mağazada. Necə bunu götürüm? Və yaxud da crowded place-də nəsə satır. Bax, bu biraz sizi qarışdıra bilərdi ki, C variantı crowded yerlərdə. Amma burada steal sözü var axı, oğurlamaq. Oğurlamağın nə işi? Person who is skilled craftsman, çox deyir, bacarıqlı bir craftsmandır. Bunun nə əlaqəsi? Sonra person who works part-time işləyir, yox, amma nəsə satır. 10-cu suala keçirəm. 10-cuda deyir ki, hansı sualların cavabı var və bu keçən imtahan kimi mənim uşaqlarım çox şükür ki, artıq əskik yazmadılar. Çoxlu 20'lərimiz oldu bu arada. Hamını təbrik edirəm. Yəni burada 1-2 ilə 1-2 də götürdü. What contributed to increase of the popularity of the popcorn? Popcorn məşhurluğu nə kimi bir şey gətirdi? Məqaləndə axı dedi ki, popcorn niyə və necə bu qədər məşhur olduğunu izah elədi də. Yəni oradakı niyə görə belə məşhur oldu? What made popcorn become an integral part of the movie? Nə onları ayrılmaz bir hissəsinə çevirdi? Bu haqqda danışdıq. Hansı mərhələdə steam powered popcorn kəşf olundu? Kəşf olundu bilirik sadəcə. How many kilos of the popcorn were sold during the great... Nə qədər kilo satıldı? Yox, bilmirik. How many theaters? Neçə dənə teatr var idi 20-ci əsrdə? Bu haqqda da məlumatımız yoxdur. Yəni, ona görə bizim nə oldu sualımız? 10-cu sualımız 1 və 2 oldu. İndi isə keçək ikinci mətnimizə. Deməli, saatlardan danışacaq. Başlayıram. Pendulum saatı içində yelənən bir ağırlıq
bir ağırlıqdan istifadə edən bir saat növüdür. Həmin buradan swinging weight, yəni ağırlıqdan istifadə edən bir saat növüdür. Bu dizayn 1656-cı ildə Hollandiyalı alim Christian Huygens tərəfindən adlandırılmışdı, ixtira edilmişdi və bu ixtiradan əvvəl saatlar çox dəqiq deyildi. Were not very accurate. Accurate dəqiq sözü deməkdir, dəqiq. Dəqiq deyildi və hər gün bir neçə dəqiqə irəli və ya geri qalırdılar. Pendulum saatı isə zaman ölçməni daha dəqiq elədi. Və saatdakı bu pendulum bir tərəfdən digər tərəfə yellənir və hər bir yellənmə eyni vaxt çəkir. Swing yellənmək, hər bir yellənmə eyni vaxt çəkir. Bu nizamlı hərəkət pendulum saatlarını dəqiq edən əsas amildir. Is what makes pendulum so accurate? Əsas amildir ki, onu nizamlı eləyir. Pendulum hərəkət etdikcə saatın içindəki dişliləri hərəkət etdirir və bu da saatın əqrəblərini hərəkət etdirir. Move the hands, əqrəblərini. Hand əllərdə, amma əqrəbləri nəzərdə tutulur. Hərəkət etdirir. Pendulumun uzunluğu onun hərəkət sürətinə təsir eləyirdi. Və pendulumun uzunluğu, həm də uzun pendulum daha yavaş və qısa pendulum isə daha sürətli hərəkət edirdi. Baxın, more slowly, while shorter pendulum swing faster. Və bu səbəbdən, because of this, bu səbəbdən saatın dizaynı və ölçüsünə uyğun olaraq pendulumun uzunluğu tənzimləməlidir ki, saat düzgün işləsin. Keçirəm növbəti abzasma. Pendulum saatları 17-ci əsrdən 19-cu əsrə qədər çox məşhur idi və evlərdə, kilsələrdə və ictimai binalarda istifadə olunurdu. They were valued not only for their accuracy. Onlar yalnız dəqiqliyinə görə deyil, gözəlliklərinə görə də yüksək qiymətləndirilirdi. Clocks have elegant designs are made of the wood. Deyir ki, çoxlu taxta metal və şüşədən hazırlanırdı və zərif have elegant design, zərif dizayna malik idi. Sonra keçirəm arxasında. Deyir ki, smaller the hang on the wall. Deyir ki, bunlar da deyir böyük olurdu və yerə qoyulurdu. Bu cür saatların dəqiq işlənməsi is that they must kept in a stable environment if the clocks moved it's on the moving surface like a sheep. Okay. Sonra deyir ki, bu cür saatlar dəqiq işlənməsi sabit mühitdə saxlanmağı çox vacib idi. Sabit stable environment, sabit mühitdə çox saxlanması vacibdir və əgər saat hərəkət edən bir yerdə, məsələn gəmidə, hardadır bu gəmi sözünü tapın bir dəqiqə. Məsəl üçün gəmidə olarsa, pendulum düzgün hərəkət etməyəcək və saatın dəqiqliyi lose the accuracy. Saatın dəqiqliyi pozulacaq. Və müasir rəqəmsal saatlarla əvəzlənməsindən baxmayaraq, pendulum saatları bu gün də dekorativ bir əhəmiyyətə malikdir, əşyalar kimi populyardır və onların tarixi ustalıqla hazırlanmasında çox böyük bir rol oynayır. İndi keçirəm mətnimizə, görək mətnimizdə hansı hissələrimiz, nələrimiz var. Deyir ki, invention of the digital clocks put an end to use of the pendulum clocks as a decorative element. Mətnin sonu, burada cavab false-dır, səhvdir. Mətnin sonunda deyir ki, despite being replaced by modern digital clocks, pendulum clocks remain popular as a decorative pieces. Baxın, bu hissəyə baxın. Despite being replaced. Bu nə deməkdir? Deyir ki, hələ də, yəni yeni saatlar olsa da hələ dekorativ olaraq saxlanılır. Amma burada deyir ki, istifadəsi bitdi. End to the use of the pendulum. Amma bu səhvdir axı. Sonra clocks were processed before the invention of the pendulum clock. Bu variantda səhvdir. Nəyə görə? Çünki mətnin əvvəlində dedik ki, before this invention, clocks were not very accurate. Yəni, ixtiradan əvvəl saatlar dəqiq deyildi. Ona görə də biz burada bu sözdə öyrənməliyik. Yəni, burada dəqiq deyildi, amma burada dəqiq idi deyir. Ona görə variantımızı səhv götürürük. 11.13-ə götürəm. Shorter the pendulum is, the faster it's a swing. Deyir ki,
Bu variantımız düzgündür. Səbəbini izah edeyim. Mətnin ortasında deyirik ki, a longer pendulum swing more slowly while shorter deyir ki, uzun olan qol daha şeydi, astaydı, amma qısa olan daha sürətli idi. Bu variant düzgündür də. Movement of the pendulum leads to the movement of the gears inside the clock. Bu variantımız da düzgündür. Səbəbini izah edeyim. Çünki deyir ki, mətndə belə bir şeydir. As the pendulum swing, it moves gears inside the clock. Yəni bu variantımızı da düzgün götürür ki, onların hərəkəti saatın içərisindəki hərəkətə gətirib çıxardır. Sonra keçirəm 12-ci testimizə. Pendulum clocks were valued not only for their precious but also deyir, onun deyir ki, qiymət şeyinə görə deyil, dəyərinə görə yox, həmçinin nəyə görə dəyərlidir. O axı onun qəşəng attractive dizaynında var idi. Mətnin sonunda biz nə dedik? Dedik they were valued not only for their accuracy but also for their beauty. O variantı görüb tapa biləcəmi? Like the shape, beauty sözünün bayaqlar admire heyran olunur, təkcə o şeydə yox. Bir dənə axtarım görüm. Buralarda olacaq, amma indi mən onu itirdim. Yəni onun hərdə tapdım. Deyir ki, they were valued not only for their accuracy but also their beauty. Yəni onun gözəlliklərinə görə də. Ona görə də bu variantımızı biz 12-də götürürük C variantı. 13-də why must the pendulum clock be kept in the stable environment? Niyə görə stabil bir yerdə saxlanılır? Axı dedik ki, hərəkətli bir yerdə olsa, məsəl üçün gəmilərdə olsa, dəqiqliyi pozlardı. Ona görə də biz dəqiq olması üçün stable yerdə saxlayırıq. Yəni make it work accurately. Accurate dəqiq deməkdir. Adjust nə deməkdir? Adjust bunun əvvəlki mətnlərdə də bizim 2025 modelində də topluda da adjust sözü var idi və buradan götürüb bura qoyublar. O testləri işləyən bu sözü tezcə bildi ki, change something slightly to make it more suitable. Yəni bir şeyi belə deyim də saatın düzgün işlənməsi üçün pendulum uzunluğu saatın ölçüsünə görə uyğunlaşdırılır. Yəni tənzimləmək. Deməli adjust bizim tənzimləmək deməkdir. 15-ci suala keçirəm. Burada deyir ki, hansı sualların cavabı var. Birinci sualımıza baxırıq. What improvement did the pendulum clock bring to timekeeping? Bu variantımız var. Çünki deyir ki, nə gətirdi? Hansı inkişafları gətirdi? Vaxtı qorumamızda hansı inkişafları gətirdi? Ona görə biri götürürəm. Sonra 2-yə gəlirəm. What happens if the pendulum clock is placed on the moving? Moving hərəkət edən bir yerə qoyanda nə baş verəcək? Dedik də, dəqiqliyini itirəcək. Where were pendulum clocks commonly used during the 17th to 19th century? 17-19-cu əsrlərdə əsasən harda istifadə olunur? Bu haqqında məlumatımız var idi ki, onlar evlərdə saxlanılırdı. Çünki həm də sonradan isə dizaynını da çox qəşəng saxladı. Sonra, baxın, o sualımızın cavabı buralardadır. Daha, baxın, deyir ki, floor while other smaller hang on the wall. Digərləri orada saxlayırdı. Baxın 17-ci əsr, 19-cu əsrdən söhbət gedirik. Some clocks are large stand on the floor while others are smaller to hang on the wall. Variantımızın cavabı oldu mu 3-cünün? Deməli 3-cü testdə götürdük. 4-də deyir ki, ən ideal enliliyi nə qədərdir? Biz ölçüsü haqqında danışmadıq. Niyə görə digital clockslar əvəz elədi? Digital clockslar əvəz elədi haqqında danışırıq, amma niyəsi haqqında danışmırıq. 4-5 ona görə səhvdir. Cavab oldu 1-2-3. İndi isə keçirəm qrammatika hissəmizə. Burada deyir ki, baxın dostlar, bu asan bir preposition düşmüşdü. Biz daha çətin öyrənmişdik qorxumuzdan, amma asan preposition düşdü. Həftənin günlərin qabağında, xüsusən də burada day varsa cavab da 10 olacaq. Mən bu inləri apardım buradan. Çünki 10 olmalıdır. Daha sonra deyirik ki, 10 dəqiqədə. On Friday, 10 dəqiqə. İndi baxıram, burada deyirəm ki, 7-yə 10 dəqiqə qalmış və yaxud da 7-yə 10 dəqiqə işləmiş. Saatların qabağında ət olduğuna görə ini çıxartdım, A ilə B arasına qaldım. Amma mən qalmış sözünü to ilə deyirəm, saatı deməliyəm. 7-yə 10 dəqiqə qalmış. Ona görə to-nu götürdüm. Və arrive bir ölkə, baxın, çatmaq isə Londona çatmaq və yaxud da coğrafi bir məkanlara çatmaq isə in olacaq. Ona görə biz bu variantı götürürük, A variantı.
17-yə gəlirəm. Dialoqu deyir məndən düzgün tapaq. A variantı mənim düzgün variantımdır. Mən isə buna uyğun olaraq tərcümə edirəm. 2 ilə başlayırıq. Deyirik ki, how much do you think advertising influences what we buy? Bizim aldığımız şeylərin reklamı neçədir deyə sual verir. O da deyir ki, a lot, çoxdur. Advertising creating desires that we didn't even know we had. Reklam deyir ki, çox böyük bir arzular yaradır, yəni bizim bilmədiyimiz qədər. Sonra deyir ki, that's interesting, bu çox maraqlıdır. But do you think people always realize they are being influenced? Amma deyir, səncə insanlar təsirə düşdüyünü həmişə anlayırlarmı? O deyir ki, not always, həmişə yox. But it's everywhere, you can't escape it, whether it's on TV, online or even the street. Həmişə yox, amma bu hər yerdədir. Hətta sən deyir ki, bundan qurtula bilmirsən. TV-də olur, online olur, küçədə olur, hər yerdə olur. Sonra deyir ki, so do you think we are all being manipulated by advertising? Sən deyir, fikirləşirsən ki, biz hamımız advertisingdən manipulyasiya olunuruq, pəsivə düşüb. O da deyir ki, actually no, həqiqətən yox, əslində yox. We should have the power to make our own choices. Öz seçimimizi eləməyin çox gözəl bir gücümüz var. Çətin hissəydi, çətin make-up idi. Sonra keçdim 18-ə. Düzgün fikri soruşur. Why do you admire? Niyə heyransan Love isə çox? Çünki o heç vaxt, amma bu asan idi uşaqlar. Məsəl üçün tərsinə eləyirəm. Deyir ki, niyə heyransan? Deməli bu never deyir. Heç vaxt pis bir şey eləmir deyəcək də. Yəni yaxşıları çıxardacam. Appreciate support. Appreciate qiymətləndirir dəstəyi. Yaxşıları çıxardıram. Support people, insanları dəstəkləyir, çıxardıram. Doğrunu danışır, çıxardıram. Həmişə çətin situasiyalarda cəsarət göstərir, çıxardıram. Mənə burada nə lazımdır? Betrays his friends. Çünki o heç vaxt dostlarına xəyanət etmir. Bu asandı idi. Bax, bunu səhv yazmamalıydınız. Ayda modal necə asan düşüb, Axırıncı 2018-19-da belə asan düşürdü. Gəldin bura, to var, hasn't to olmaz. Hasn't to, haven't to bunlar olmaz. Must'dan sonra to gəlməz. Qaldım o birlərin arasında. O birlərin arasında qalanda yenə must'dan sonra to gəlməz beyni çıxartdım. Ya had to'dur, ya has to'dur. Keçmişdədirmi, indikidədirmi? Baxıram mən burada variantlara. Deyir ki, axı burada da yenə, baxın, haven't to'su yoxdur, heç strukturundan çıxardım, tərcüməyə də gərək yoxdur. Haven't to'su olmalıdır, axı must'ından sinonim olsun deyə. Ona görə cavabım oldu D variantı. 20-yə gəldim. We have no dark trousers. Bizim tünd şalvarımız yoxdur. We have got only, bizim sadəcə var. Pairs cəmdədirmi? Gördünüz. Cəmdədirsə another tək isim istəyir, A-nı çıxartdım. B-yə baxıram, pairs cəmdədirmi? Article burada olmaz, B-ni çıxartdım. Sonra baxım görüm, others, S-i görürsünüz. S-dən sonra isim, yəni bir şey gəlməz. Ona görə D-ni çıxartdım. Qalıram burada few of them, if you like pairs. Deyir ki, bizim heç qaranlıq deyirəm, bizim heç tünd şalvarımız yoxdur. Bizim sadəcə only qaydası var. Only-ni deyirəm. Only özündən sonra few yox, few gətirəcək. Çünki only few mənaca few-ya bərabərdir. Yəni only-dən sonra few gəlməz, few gələr. O da few da ona görə gələr ki, few-ya bərabər olsun. Bu da asan test idi. Bəli dostlar, ümidvaram ki, yaxşı yazdınız. Mən Günel müəlliminiz, həmişə sizin dəstəkçinizəm. Bundan əvvəlki videolarımızda da kanalda baxsanız görəcəksiniz ki, few'ları danışmışam, modallar izahlı vermişəm. Yəni bunlar prepositionlardır. Bunlar sizə çox rahat gəlməli idi. Mətnlər isə söz bazası tələb eləyir, çoxlu praktika tələb eləyir. Ümidvaram hər şey ürəyinizcədir. Rəylərə də qeyd edin, görək necə yazmısınız. Sağ olun.